Azərbaycanla Gürcüstan arasında sərnişin qatarının fəaliyyətinin bərpasından sonra maraqlı səyahət modeli də gündəmə gəlibdir. Belə ki, quru sərhədlərin bağlı qalması şəraitində şəxsi avtomobillə Gürcüstanda hərəkət etmək istəyən vətəndaşlar avtomobillərini ayrıca daşıma vasitəsilə bu ölkəyə göndərir və özləri isə qatarla səfər edirlər. Logistika sahəsi üzrə mütəxəssislərin sözlərinə görə son günlər bu istiqamətdə müraciətlərin sayı da artıbdır. Ekspertlər bildirirlər ki, avtomobilin Gürcüstana göndərilməsi üçün beynəlxalq yük daşıma sənədi, invoice və ölkədən çıxış icazəsi tələb olunur. Bu üsul vətəndaşlara qatarla Tbilisiyə və ya Gürcüstanın digər şəhərlərinə səfər etməyə, avtomobillərin isə ayrıca yük daşıması vasitəsilə həmin ölkəyə çatdırılmağa imkan verir. Mütəxəssislər hesab edirlər ki, bu model xüsusilə ailəvi və uzun müddətli səfərlər üçün əlverişlidir. Belə ki, Gürcüstan daxilində müxtəlif şəhərlərə və bölgələrə səyahət etməyə planlaşdıran şəxslər taksi və ya avtomobil icarəsi xərclərindən yayınaraq öz nəqliyyat vasitələrindən istifadə edə bilərlər. Bununla belə avtomobilin Azərbaycana geri qaytarılması zamanı qiymətlər fərqlənə bilər. Ekspertlər bunu Gürcüstandan Azərbaycana gətirilən xarici avtomobillərin sayının çox olması və bu istiqamətdə daşıma xidmətlərinə tələbatın yüksək olması ilə əlaqələndirirlər. Qeyd olunur ki, səfər başa çatdıqdan sonra avtomobil yenidən Azərbaycana gətirilməli və Bakı Gömrük terminalında müvafiq qaydada rəsmiləşdirilməlidir. Mütəxəssislər bu üsuldan istifadə etmək istəyən vətəndaşlara əvvəlcədən həm sənədləşmə prosedurlarını, həm də ümumi xərcləri dəqiqləşdirməyi tövsiyə edirlər. Xüsusilə avtomobil başqa şəxsin adına qeydiyyatda olduqda, kreditlə alındıqda və ya etibarnamə əsasında idarə edildikdə əlavə sənəd tələblərinin yarana biləcəyi vurğulanır. Beləliklə, quru sərhədlər bağlı qalsa da, sərnişin qatarının fəaliyyətə başlaması şəxsi avtomobildən xaricdə istifadə etmək istəyənlər üçün yeni alternativ imkanlar yaradıb.